Salamlar herkese. Bu bizim bişintilerdir. Ona göre çektim size göstermek için. Ve biz markete gedirik. Salat etmək üçün ərzaq almağa və o istiqamətdə irəliləyirik. Bu mənim ilk vloqumdur və çox həvəslə çəkmişəm. Deyərdim hobbi olaraq başlamışam. İnşallah ki xeyirli olar. Və meyvələri çəkdim. Yəni indi gedib marketdəkilərini də çəkəcəm. Çatdıq marketə və daxil oluruq marketə alış-veriş etməyə. Deməli biz paytaxt salatı üçün filə alacağıq. Və yəni iləride görəcəksiniz turşu xiyar alınacaq, qarıq alınacaq və ümumi olaraq sizə video şəklində çəkdim qiymətləri, nələr var, nələr yox. Siz də baxın. Ümumi bayram ərəfəsidir və ümumi olaraq qiymətlərlə maraqlananlar üçün əsasən çəkdim. Hər kəsdə bir fikir olsun qiymətlə bağlı və filəni götürdük. Burada isə ağartı məhsullarıdır. Xamalardır, qatıqlardır. Mayonez evdə var. Biraz xama ilə qarışdırıb daha sonra əlavə eləyəcəyik. Mən əslində yalnız mayonezlə xoşlayıram, amma yəni xama ilə xoşlayırlar deyə, yəni ona görə nəzərə alındı və yoğurt götürdük. Çalışıram biraz daha yaxından çəkim ki, qiymətlər görsənsin. Marketlərdə yaxşı endirimlər var. Salfetkaları gördünüz, qiymətini, şirniyyatların. Sonra turşu xiyar götürdük və davam edirik. Daha sonra qarıq götürdük. Və mən dəftər götürdüm. İngilisində videolara baxacağım və qeydlərimi eləyəcəm. Götürdüm, sonra yadıma düşdü ki, çəkməmişəm götürəndə. Ona görə yenidən qayıtdım, sizlər üçün çəkdim. Və salfetkalarda qiymətləri ilə maraqlanırsınızsa daha yaxından çəkmişəm sizlər üçün. Bu salfetkanı da götürdüm. Sadəcə çəkməmişdim deyə çəkdim. Çox yaxşıdır, antibakterialdır. Qoxusu çox gözəldir. Ona görə də evdə olmasına rəğmən yenə də götürdüm. Evdə 2 dənə var idi. Birini daha da yəni çox xoşladığım üçün birini də əlavə götürdüm. Və burada da gördüyümüz kimi şokolad yağlarıdır, düyülərdir və qiymətləri ilə bir yerdə. Daha sonra duru yağlardır. Çalışıram ki, diqqətlə göstərim, yaxınlaşdırım, yavaş-yavaş çəkim ki, daha dəqiq görə biləsiniz. Unlardır. Paçka ilə olan unlardır. Və daha sonra gəldik
kök götürdük. Və ümumi burada da bir çəkiş elədim ki, ümumi məlumatınız olsun, nələr var, nələr yox, qiymətlər necədir. Və meyvələr, ananasın qiymətini çəkdim. Və səmənləri də daxil elədim videoya. Bu tərəfdə də meyvələr var idi. Qiymətləri ilə bir yerdə. Və biz çıxdıq və kassada çəkiliş eləməyi unutdum. Ödənişi etdik və çıxdıq. İndi isə evə doğru gedirik. Və gülləri sevdiyim üçün yolda belə çəkiş elədim. Və bunu evdən çəkmişəm, bu videonu. Maraqlı olar deyə, fikir olar deyə, yəni Xonçalıq idi deyə. Bütöv halda yox, bu halda çəkdim, çünki Xonçada olan halını çəkə bilməmişdim və bunlar ərzaqları idi aldığımız. Və daha sonra isə getdik hava almağa, çox gözəl hava idi. Çox gözəl hava var idi və ağaclar çiçəkləmişdi. Və burada bir it gördüm, xoşuma gəldi deyə çəkdim. Sadəcə qorxdum yaxından çəkməyə, ona görə uzaqdan kadr kimi götürdüm. Və indi isə gedirik evə. Bugünkü vloqumuz bu qədər. Ümid eləyirəm ki, sizdə də bir fikir oldu, maraq oldu. Çox sağ olun. Hələlik görüşənədək.